Bilirsiniz, Putin belə deyək də, özünü imperator kimi aparır. Mesaj əlbəttə kiməsə verə bilər, amma qətliam törədir. Buçada da qətliam törətmişdilər və yalan xəbərlər yayırlar. Mən dünəndən Rus saytlarına baxıram, görüm azacıq da olsa bir etirafa yaxın nəsə varmı? Yalandan yazırlar ki, güya Sumada hansı hərbi obyekti vurublar. Hərbçilərin toplaşdığı mərkəzi vurublar. Yalandır da, gördük də, foto şəkillər var, kadrlar var. Eyni hadisələri Buçada görmüşdük. Yəni, Kiyevə qədər gəldilər, geri dönəndə Buçada qətliam törətdilər. Başqa şəhər və qəsəbələrdə qətliam törətdilər. Yəni, çünki orduya yığıblar cinayətkarları, baş pozuqları, Slavyan adlandırdığı qardaşlarını da öldürürlər. İndi görürlər, bunlar qardaş adlandırdığı xalqı qırırlar, öldürürlər. Görün, başqasının başına hansı müsibətləri açarlar. Biz özümüz də 20 yanvarda bütün bunların şahidi olmuşuq. Qarabağ savaşında bunların şahidi olmuşuq. İndi bu müsibətlər Ukraynanın başına gətirilir. Yalan xəbərlər yayırlar ki, yenə də hərbi mərkəzi vurmuşuq. Trump'ın açıqlaması Rusiyanın xeyrinədir güya. Trump dünən bir açıqlama verib, təəssüfünü bildirib. Yəni, bu Putin müharibəni davam etdirmək istəyir. Bəli, atəşkəs öz şərtləri ilə atəşkəs qəbul edir, amma o şərtlər çox ağırdır. Yəni, deyir ki, mən Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirmişəm, amma ora mənim olmalıdır. Ukrayna NATO üzvü olmamalıdır. Tutaq ki, bunu qəbul etdiyi, bəs sən əraziləri Rusiyaya birləşdirmək istəyirsən. Çox maraqlıdır. Yəni, bu adam hansı üzrlə 9 may paradını keçirəcək? Yəni, sən yekə-yekə hər açıqlamanda faşizm üzərində qələbədən çağırsın. Bəs sənin bu dünən etdiklərin nə idi? Alman nasistlərindən sizin nə fərqiniz var? Onlar da bombaları yağdırıb insanları öldürürlər, soyqırımlar törədirlər. Siz də eyni işi yapırsınız. Yəni, raketlərlə, dronlarla, hərbi obyektlərlə yanaşı mülki obyektləri də vurursunuz. Dünən nə qədər uşaq ölüb. Hamısını Zelenski ziyarət etdi o şəhər. Yəni, siz uşaq öldürən bir dövlətə çevrilmişsiniz. Yəni, hansı üzrlə sizin 9 mayda faşizm üzərində qələbədən, nasistlərin bu belə deyək, soyqırımlarından danışacaqsınız ki, özünüz də ona bənzər belə deyək, soyqırım törədirsiniz. Ola bilsin, biraz miqyas biraz kiçikdir. Yəni, 100 uşaq oldu və ya 5 uşaq oldu. Yəni, bu hər ikisi cinayətdir. Ona görə belə bir vəziyyətdə əlbəttə ki, atəşkəs gözləməyə əbəs. Ümumiyyətlə, Trump'ın da biraz həvəsi azalıb. O açıq deyib, son müşahidələr ondan xəbərdir. Trump bu məsələyə ciddi girişdi. Seçki qabağı vədləri də var. Əvvəlcə deyirdi, gələn kimi həll edəcəm. Sonra başa saldılar ki, müşavirə mümkün deyil gələn kimi. 3 ay, heç olmasa 3 ay, 6 aydır. Hə, dedi, 3 aydan sonra, 6 aydan sonra gələn kimi, dedi, 30 günü atəşkəs təşkil edir. Zelenskiyə təzyiq etdi, hətta Ağ Evdə aşağıladı onu. Sonra barışdılar. Zelenski Trump'ın istəyini qəbul etdi. Sonra Trump Putinlə telefon diplomatiyasına başladı. Moskva müşavirlərini göndərdi. Səudiyyə Ərəbistanında görüşlər keçirildi ki, nədir? Putini də 30 günlük müvəqqəti atəşkəsə razı salsın. Bu da nəticə. Nəticə Rusiya bombalayır Ukrayna şəhərləri, mülki insanları öldürür və Trump artıq başa düşür ki, bu məsələ çox qəliz məsələ. Ona görə keçib başqa məsələlər. İndi İranla məşğul olur. Birindən yarıdır, indi keçib o birisi ilə məşğul olur.